Hər il üçün aktual mövzular qoyulur və aydındır ki, Vaşinqton sazişindən sonra iki ölkə arasında və ümumiliklə Cənubi Qafqazda sülhün dayanıqlılığı üçün və sülh prosesinin möhkəmləndirilməsi üçün real bir münasibətlər sistemi formalaşmaqdadır və bu kontekstdə medianın rolu, sosial şəbəkələrin rolu, blogerlərin rolu, ümumiliklə informasiya siyasətinin rolu olduqca vacibdir və əgər bugünə qədər, daha doğrusu 2020-ci ilə qədər, daha sonra isə bir qədər sonra terror tədbirlərinə qədər bu və yaxud digər şəkildə biz cəmiyyətlərin bir-birinə qarşı informasiya davasını görürdüksə, indi bugün artıq biz informasiya siyasətində yeni bir səhifənin açılmasını görürük və bu kontekstdə istər Azərbaycan-Ermənistan münasibətləri olsun, istər region və region ətrafında dünyada baş verən hadisələr olsun ki, sülhün təşviqatı, sülhün möhkəmləndirilməsi, humanitar dəyərləri ilə bağlı biz bir sıra əməllərin atılmasına şahidlik edirik və təsadüfi deyil ki, Prezident İlham Əliyev region və region ətrafındakı münaqişə və müharibələrə toxunarkən qeyd etdi ki, mən hər kəsi dayanmağa və sülhə çağırıram. Azərbaycan və Ermənistan arasında da bu çox çətin bir proses olub. Ermənistan Azərbaycan torpaqlarına təcavüz edib, söhbət həm insanlara qarşı, həm torpaqlarımıza qarşı aqressiyadan gedir. Amma biz başa düşürük ki, sülh ən yaxşı yoldur bundan sonra artıq torpaqlar çətindir, amma ən yaxşı yoldur. Bəli. Torpaqlar artıq işğaldan azad ediləndən sonra sülh nə qədər çətin olsa da bu proses artıq qaçılmaz və bu prosesə başlamaq lazımdır. İstər Azərbaycan olsun, istər Rusiya və Ukrayna arasındakı indi post-münaqişə dövrü gələcəkdə olsun, istər ABŞ, İran, İsrail münasibətləri olsun və digərləri. Və bu kontekstdə real təbii bir ki, təcrübə var, yəni Azərbaycanın. Real təcrübə Azərbaycanın çox uğurlu təcrübədir və biz baxsaq görərik ki, son 80 ildə ilk dəfə olaraq dünyada qələbə qazanan tam olaraq ərazisini bərpa edən tam olaraq dövlət, bütün bunlara baxmayaraq, özünə qarşı aqressiyanın olduğuna baxmayaraq, ikili standartların bu və yaxud digər beynəlxalq aktorlar tərəfindən olduğuna baxmayaraq, yeni səhifəni özü açır, qapıları özü açır və Ermənistana, elə ticarət, Qazaxıstan və Rusiya vasitəsilə Ermənistana gedən biz yüklərə nəzər yetirsək, bütün bunlar nədir? Bunlar artıq kommunikasiyaların açılmasıdır. Bunlar bu və yaxud digər şəkildə Ermənistanın çox ehtiyacı olan məhsulların bu ölkəyə gəlməsidir. Bu erməni əhalisi də bunu başa düşməlidir və dünyada da başa düşməlidirlər ki, əgər bugün kimsə Avropada, müxtəlif təsisatlarda Azərbaycanı hansısa məsələlərdə günahlandırırsa, dünyanın bugün nəyə ən çox ehtiyacı var? Dünyanın taxıla çox ehtiyacı var Rusiya-Ukrayna müharibəsi fonunda. Azərbaycan vasitəsilə biz edirik və digər ərzaqları. Eyni zamanda benzinə ehtiyacı var, neftə ehtiyacı var, yanacağa ehtiyacı var. Yenə də bu və yaxud digər şəkildə Azərbaycan həmin ölkəni təciz etməklə məşğuldur. Biz bunu etməyə də bilərdik, amma sülhün möhkəmləndirilməsi üçün regionda edirik. Və ən əsası bu media forum Azərbaycanın dostlarının sayını artırır. Bu, həm də yumşaq güc siyasətidir. Bu, jurnalistlərin, media mənsublarının həqiqətləri daha yaxından görməsi, Qarabağ və Şərqi Zəngəzur torpaqlarında yenidən qurma və bərpa işlərini öz gözlərinə görməsi və daha çox kommunikasiya və ünsiyyət olduqca vacibdir. Yəni, bir var, teleməkanda onlar görürlər, kitab oxuyurlar və s. Bir də var, real şahid olurlar. Real şəkildə prezidentin onlara münasibətini görürlər, digər dövlət məmurlarının onlara münasibətini görürlər, yerlərdə onlar bir-birinə kommunikasiya quraraq vəziyyətin nə olduğunu görürlər və heç də təsadüfi deyil ki, məsələn, bəziləri həmin o media mənsublarına qıcıqla yanaşır, bəziləri həmin o jurnalistlərə və s. bu və yaxud digər şəkildə təzik aləti kimi müxtəlif alətlərindən, mexanizmlərindən istifadə edirlər. Amma reallıq budur ki, Azərbaycanın son 3-4 il ərzində jurnalist dostlarının daha da sayı artıbdır və əgər həmin ölkələrə də nəzər yetirsə, görmüş olaraq ki, əgər keçən il tutalım ki, ötən il Gürcüstanı, misal üçün, və yaxud Türkiyəni, digər ölkələri 1, 2, 3 jurnalist təmsil edirdisə, bugün onların içində yeniləri var artıq. İlbəil yenilənir. Həmin o bizim potensialımız, siyahımız, dostlarımızın siyahısı. Bu da təbii ki, Cənubi Qafqazdakı həqiqətlərin daha yaxşı qavranılması üçün vacib silah rolunu oynar. Çünki jurnalistlər 4-cü hakimiyyət əbəs yerə demirlər və onların öz ölkələrində yazdıqları, öz ölkələrində ictimai nüfuzu necə təsir etdikləri də hər kəsə məlumdur. Birincisi, onu qeyd edim
dedim ki, mən düşünürəm ki, orta güc deyiləndə bu demək deyil ki, orta güclər hamısı eyni yanaşmanı ortaya qoyacaq və birləşsinlər kiməsə qarşı. Bu mümkün deyil. Mən demirəm, Rasim, bunlar birləşəcək və deyirəm, bunların mütləq zəruridir ki, vahid mövqedən çıxış etsinlər ki, bunlar vahid mövqe ola bilməz. O mümkün deyil. Çünki necə ki, böyük dövlətlər, nüvə silahına malik olan dövlətlər vahid mövqedən çıxış etmirlər. Necə ki, regional liderlər bu və yaxud digər şəkildə əksinə bir-birinə qarşı mübarizə aparırlar bu və yaxud digər region. Orta güc kateqoriyası da bu vahid bir birləşməni ehtiva etmir. Sadəcə olaraq orta gücün özünün olması bu məni ilə hesablaşmalısan və bölgədə mənə qarşı yəmənsiz iş görməyə gəlib imkan verilmir. Yəni, nə Rusiya üçün, nə İran üçün, nə Amerika üçün. Budur orta güc. Bu o deməkdir ki, hər bir ölkənin öz milli maraqları var. Hər bir ölkənin suverenliyi var və istər regional qüvvələr, istər beynəlxalq qüvvələr həmin dövlətin milli və suveren maraqlarına hörmətlə yanaşmalıdır. Təbii ki, biz bilirik hörmətlə yanaşmırlar. Amma Azərbaycan qismində dövlət sübut edib ki, Avropa Şurası da, Avropa İttifaqı da, bizim qonşu ölkələrimizdə, beynəlxalq dairələrdə biz orta güc olduğumuzu bununla sübut eləmişik. Sübut eləmişik ki, əgər kimsə öz platformasında bizə qarşı mübarizə aparırsa, Azərbaycanı tənqid edirsə, o platformada Azərbaycan yoxdur, cavabını alır. Əgər hər hansı bir dövlət nüvə silahının olub-olmamasından hətta asılı olmayaraq, Azərbaycan milli maraqlarına zidd olan davranış göstərirsə, yenə də bu və yaxud digər şəkildə Azərbaycan buna əgər cavab verə bilirsə, həmin dövlətlərə, həmin beynəlxalq aktorlara, həmin beynəlxalq institutlara, bu artıq deməkdir ki, sən orta gücsən. Baxmayaraq ki, coğrafi cəhətdən kiçiyik, amma biz əməldə bunu sübut etmişik. Bir də son beynəlxalq proseslər bir də onu göstərdi ki, sənin nüvə silahı olub-olmamağından asılı olmayaraq, sənin hansı gücə malik olub-olmamasından asılı olmayaraq biz Rusiya-Ukrayna müharibəsində də, ABŞ-İran müharibəsində də və digər münaqişələrdə də görürük ki, artıq təhlükəsizlik modelləri yeni standartlara uyğunlaşır. Artıq ordunun gücü heç də ənənəvi metodlarla qiymətləndirilmir və əgər hərbi cəhətdən bu məsələləri biz müzakirə ediriksə, digər tərəf təbii ki, orta güc kimi biz özümüzü regional, iqtisadi və nəqliyyat layihələrində göstərmiş oluruq ki, böyük orta Avrasiyada Avrasiyanın tən ortasından keçən, istər şərq-qərb, istər şimal-cənub layihələrində Azərbaycan neftdə də var, qazda da var, ənənəvi enerjidən başqa, yaşıl enerjidə də var. Artıq Avropa İttifaqı ilə biz yaşıl enerji ilə bağlı yeni bir strateji fəaliyyətə başlayırıq. Eyni zamanda nəqliyyat kommunikasiyalarda da var və s. Və digər tərəfdən, üçüncü komponent ondan ibarətdir ki, Axın Prezident də bugün çıxışında dedi, Cənubi Qafqaz vahid deyil. Ermənistan Avropaya istiqamətlənir, Gürcüstan bu və yaxud digər şəkildə öz siyasətini aparır. Azərbaycan Cənubi Qafqaza yeganə ölkədir ki, bölgəni geosiyasi konfrontasiyalara qəld olmasına imkan vermir və hər kəs də bilsin ki, kiminlənsə problemi varsa, bu regionda onu həll etməməlidir. Burası sizin üçün poligon deyil. Hər bir ölkənin öz geosiyasi maraqları Cənubi Qafqazda ola bilər, amma bu o demək deyil ki, həmin ölkələrin maraqları Cənubi Qafqaz dövlətlərinin maraqlarından üstün olmalıdır. Bütün bunlara imkan verilməyəcək. Və mən düşünürəm ki, Prezident İlham Əliyevin bugünkü çıxışı həmişəki kimi qətiyyətli, cəsarətli və səmimi idi. Bütün suallarla bağlı, Ukrayna sualı ilə bağlı, Rusiya ilə bağlı sualı ilə bağlı, Trump, Biden ilə bağlı, Avropa Şurası ilə bağlı bir daha biz Azərbaycan Prezidenti qətiyyətli çıxışı ilə, cəsarətli çıxışı ilə göstərmiş oldu ki, o Azərbaycan xalqının milli maraqlarını, Azərbaycan dövlətinin maraqları naminə bütün ən üst səviyyədə əlindən gələni etməyə hazırdır və bundan sonra da məhz Prezident İlham Əliyev tərəfindən milli maraqların qorunması üçün bütün silahlardan və mexanizmlərdən istifadə ediləcəkdir. Ona görə hər hansı bir dövlət müəyyən təzyiq metodlarından istifadə etmək istəyəcəksə, başa düşməlidir ki, Cənubi Qafqazda artıq yeni proseslər başlanıb və bunun gerisi yoxdur. Əgər 2020-ci ilə qədər müxtəlif metodlardan istifadə edirlər, müxtəlif münasibətlər sistemi ona qədər var idisə, bugün artıq reallıq başqadır və reallığa uyğun olaraq adekvat davranış edən qalib gələcək, adekvat davranışdan uzaq olan isə o regiondan kənarda qalacaqdır. Bəli. Düz 107 ildir ki,
ən azından biz həmin tarixi götürsək, biz görürük ki, qlobal güclər bugünə kimi Azərbaycanla bağlı mövqelərini, bölgədəki erməni məsələsi ilə bağlı mövqelərində dəyişiklik etmirdilər. Amma ötən il Trumpın atdığı addımlar, onun administrasiyanın atdığı addımlar onu göstərmiş oldu ki, əslində artıq dəyişikliklər etmək vaxtıdır. Regiona köhnə baxış bucağını aradan qaldırmaq, bölgədə erməni məsələsini aradan qaldırmaq lazımdır. Və təsadüfi deyil ki, həmin addımdan sonra ABŞ tərəfindən Azərbaycana qarşı müxtəlif platformalarda təzyiqlərin sıfırlanmasının, Qərb platformalarında da artıq bu təzyiqlərin bir qədər azalmasına şahidlik etdik. Bu artıq bir yanaşmanı ortaya qoyur. Bizim hissəyimiz ondan ibarətdir ki, bu yoldan digərləri də istifadə etsin və başa düşmüş olsunlar ki, bölgədəki yeni proseslərə dəstək göstərmək lazımdır və nəticə etibarilə Azərbaycanın qurduğu bu orta güc modelini, sülh modelinə qarşı çıxmaq lazım deyil, mane olmaq lazım deyil. Və Sahil müəllimin də düzgün şəkildə bildirdiyi kimi Azərbaycan xalqı hər şeyə hazır olmalıdır. Prezidentin də çıxışı ondan ibarətdir ki, biz başa düşürük ki, sabah da dünən olduğu kimi həmin qüvvələr təzyiq vasitələrindən və metodlarından, təhdid metodlarından istifadə etməyə cəhd göstərəcəklər. Amma əsası odur ki, xalq dövlət birliyi davam etsin. Biz hər mənada buna hazır olaq və imkan verməyək ki, həmin qəsbkarlar tarixdə olduğu kimi bir daha Cənubi Qafqazın mərkəzi qüvvəsi olan Azərbaycan xalqı və Azərbaycan dövləti ilə bağlı başqa siyasət yürüsünlər. Çox təşəkkür edirəm.